Bəzən bir insan ağır xəstəlikdən əziyyət çəkəndə yaxınları belə deyir: ölsəydi canını qurtarardı. Ya da öldükdən sonra deyərlər: canını qurtardı artıq. Xeyr, heç kim Allahdan canını qurtara bilməyəcək. Əsl həyat onun ölümündən sonra başlayacaq. Onun həyatı cənnət ilə ya da cəhənnəm ilə müjdələnəcək. Cənnət əhlinin sifətləri bu dünyada tək Allaha ibadət edərlər. Bütün işlərində yalnız ona pənah apararlar. Hər bir halda yalnız ona sığınarlar. Yalnız ona dua edərlər və ona heç bir şeyi şərik qoşmazlar. Cəhənnəm əhlinin sifətləri bu dünyada Allaha şərik qoşarlar. Dua etdikdə Allahdan qeyrilərinə dua edərlər. Belə deyərlər: ya imam, ya seyyidin cəddi, ya filankəs ağa, bizə kömək ol. Bununla Allaha şərik qoşurlar. Əgər tövbə edib tək Allaha üz tutmasalar, cəhənnəm əhlindən olarlar. Allah özünə şərik qoşanları əsla bağışlamaz.